Hədislərin birində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Allah Rəsul deyir ki, xüsusilə o qadınlar ki, lap ibadəti çox olsun. Qadın ərinin haqqını verməyibsə, Allahın haqqını vermiş sayılmaz. Deməli, sənin qadın, ey qadın, cənnətə gedən yolun kişinin yanından keçir. Həmçinin qadın ərinin haqqını verməyibsə, imanın şirinini dada bilməz, digər bir hədisdə belə gəlir. Deməli, hər bir qadın əgər imanın şirinin dadması isə, onun üzərində düşən nədir? Ərin haqlarını verməkdir. Əgər ərinin haqqını vermirsə, gündüzləri oruç tutsun, gecələri gecə namazı qılsın. Allah'a razı salmamısan. Çünki Allah-u Teala əmr edir ki, kişinin haqqını vermək lazımdır. Bəzi qadınlar var, indi cəmiyyətdə görürük. Məsələn, ailələrin dağılma səbəbdən biri nədir? Qadınların artıq şeylər istəməsi. Belə şeylər də var da. Bu yaxınlarda da bir psikolog danışmışdı. Deyir, qadın ərindən, nə bilim, iPhone telefon istəsə alıb verməsə, yəni bu nə deməkdir? Bu feminizmin bir yolu da. Başa düşürsən? Bəzi insanlar var ki, onlara sanki göstəriş gəlib ki, ailələr dağılmalıdır. Məsələn, aylıq illik hesabat verirlər ki, filan ölkələrdə bu qədər boşanmalar var, qadın haqları tapdalanır, qadınlara baxan yoxdur. Bunlar hamısı hesabatlardır, bəzi qurumlara verirlər. Və böyle hədəflər də odur ki, ailələr dağılsın. Onlar əslində ailələrin birliyini istəmirlər. Görərsən, əksəriyyətin ailəsi yoxdur. O feminist qadınlar var, əksəriyyətin ailəsi yoxdur. İtlə pişiklə yaşayırlar. Bir heyvanı oldu, bəs eləyir. Və bir məşuqu olsa, bəs eləyir, nə bilim. Yəni, həyat elə qurulub ki, Allah Teala elə qurulub ki, qadın kişi bir-birini tamamlayır. Sən nə qədər qadın haqları desən, əgər o kişi olmasa, sənin nəslin kəsilər. Qadınların da yenidən törənməsi üçün kişi lazımdır. Ona görə kişilərin haqqı böyükdür. Və bugün ailələrin dağılma səbəblərindən biri də bax budur. Qadınların həddindən artıq çox şey istəməsidir. Bəzən görsən, ərinə deyinir, filan kəsin qadını da var da, görür idi, arvadı. Əri belə baxır, elə baxır. İndi bu kişi nəyə bazar onu edir? Bu kişidən artıq şey istəmək olmazaq. Filan kəsin qadını belə geyinir, belə keçinir, filan yerə gedir, biz ancaq belə. Görsən, bunlar hamısı səbəbidir. Səbəbidir ki, ailələr dağılır. O qadın ərinin haqqını bilsəydi, vallahi o kəlmələri dilinə gətirməzdi. Görsən, odur ki, cəmiyyət doğrudan da biraz pozulub. Asi bir cəmiyyətdir. Və belə bir cəmiyyətdə də biz gərək nümunəvi bir ailə olaq ki, onlar baxıb ibrət alsınlar. Görsünlər ki, doğrudan da bir ailə belə olmalı, normal bir ailə belə olur. Din, iman üzərində, İslam üzərində birilən haqlarını qoruyaraq. Və dediyim kimi kişinin haqları böyükdür.